Teatr xadimləri Əbdürrəhim bəy Haqverdiyev, Haşim bəy Vəzirov, Məmməd Həsən bəy Mirzəcamalov, Vəkil Həsənəli bəy ayrıca bir dəstə təşkil edərdilər. Həsən bəy Hacı rolunu, Məmməd Həsən bəy də Yaqo rolunu gözəl oynardılar. Şuşa məscidlərində incə zarafat, lətifəçilik, hazırcavablıq olduqca inkişaf etmişdi. Mayor Əbdürrəhim bəy, Səfi bəy, Alı Yüzbaşı, Dəli Xudu bəy, Allah verənli, Kalba, Şirin kimi adamların söyləmiş olduqları lətifələr yalnız Şuşada deyil, Azərbaycanın hər güşəsində söylənilir. Bunlardan çoxu ictimai xarakter daşıyır. Əbdürrəhim bəy Vəzirov vaxtı ilə Çarın xas, yəni xüsusi alayına mənsub olaraq 1877-78-ci illərdə baş vermiş Rus-Osmanlı müharibəsində iştirak etmiş və bir Vladimir xaçı da almışdı. Mən görən vaxtlar istefada idi və Vladimir nişanına məxsus olaraq ildə 10 manat təqaüd alırdı. Bütün gəliri bu idi. İl uzunu dəftərxanalara ayaq döyüb yer axtarar, tapa bilməzdi. Bir neçə ay şəhər naçalnikinin yanına gedib, hər dəfə naçalnik onun adını eşidəndə deyir, sabah gəlsin. Bu zavtralar Əbdürrəhim bəyi təngə gətirir. Axırda bir də gedir və zavtra sözünü yenə eşidər-eşitməz çıxıb dəftərxananın qabağında havaya bir güllə atır. Bunu tutub naçalnikin yanına aparırlar. Naçalnik güllənin səbəbini soruşanda Əbdürrəhim bəy deyir, zavtranı öldürdüm, artıq zavtra yoxdur. Əbdürrəhim bəy yer üçün Gəncəyə qubernator Naqaşidzenin yanına gedir. Vizit kartını göndərir. Vali onu qəbul etmir. Dəfələrlə gedir, qəbul olunmur. Nəhayət vizit kartına Vezividze yazıb göndərir. Vali o saat onun yanına çağırır. Soruşur ki, familiyin nədir? Deyir, Vəzirov. Naqaşidze heyrətlə, bəs Vezividze nə üçün? Əbdürrəhim bəy, başqa əlacım qalmamışdı, deyir. Naqaşidze qulluq verməmək üçün bəhanə axtarır. Axı sən qocasan, qulluq nəyinə lazımdır? Əbdürrəhim bəy, zat-i dövlətləri, mən qulluq üçün ərizə verəndə cavan idim. Bir gün Əbdürrəhim bəy təziyə məclisə düşür. Görür mollalar daşların Xorasana ziyarətə getməsindən danışırlar. Biri daşa dair ayə nazir olduğunu, o biri hədis və rəvayətləri anladır. Bir ayrısı da daşın yediyini öz gözü ilə gördüyünü söylərmiş. Əbdürrəhim bəy bu söhbətlərə qulaq asıb deyir. Qardaşlar, mən ərəbcə və farsça bilmirəm, amma türkdə bir məsəl var, deyərlər. Eşşək qulaq, qaban baş. Heç görmüsən yeriyə daş? Əbdürrəhim bəy babadan qalma evi qardaşı ilə bölüşüb, alt mərtəbəsini özünə götürmüş, üst qatını da qardaşına vermişdi. Bir gün qardaşı aşağıdan tappıltı gəldiyini eşidib enir. Görür Əbdürrəhim bəy divarı külünglə sökür. Nə qayırırsan, ev uçar, deyə bağırtı salır. Əbdürrəhim bəy deyir, alt mərtəbə mənim deyilmi? Pulum yoxdur, söküb daş taxtasını satmaq istəyirəm. Qardaşı məsələni duyub Əbdürrəhim bəyə pul verib razı salır. Bir gün Əbdürrəhim bəyin qardaşı xəstələnir. Əbdürrəhim bəyə deyir, get həkimə de, dava versin. Əbdürrəhim bəy, nəyi deyim, həkim özü gəlməlidir. Gəlməsi lazım deyil. De ki, dili ağzında şişib, badımcana dönüb, burnu xiyar kimidir, qulaqları kələm yarpağı kimi sallanır. Əbdürrəhim bəy onun sözünü kəsərək, bildim, deyərəm, bostan olub. Xoş havalarda zəriflər, zarafatçı, incə, qəşəng, məzəli danışan, xoş söhbətli adamlar divanxana qabağına toplaşardılar. Bir gün orada dil məsələsi, mövzu bəhs olur. Əbdürrəhim bəy deyir, Prişol ayaqla gəlməyə, Priyexa isə eşəkdə, atda və arabada gəlməyə deyirlər. Bu halda Əbdürrəhim bəyin gözləri eşək üstə gələn bir kəndliyə sataşır. Kəndlinin ayaqları o qədər uzun imiş ki, yerlə sürünürmüş və yeriməsi ilə eşəyə minməsi bəlli deyilmiş. Əbdürrəhim bəy kəndlini qardaşına göstərib soruşur. İndi buna mən Prişol deyim, yoxsa Priyexa?
Zəriflərdən biri də Xudu bəy idi. O deyərdi: "Bağ var, turmana salarlar, bağ var, meyvəsini yeyərlər." Xudu bəyin bu sözləri məsəl olub qalmışdır. Xudu bəydən iki məsəldə söylərlər. Onun bol siçanlı bir papaqçı dükanı varmış. Dükan yanır. Qonşuları buna təsəlli verdikdə deyir: "Dükan yandısa siçan da yandı." Bir məclisdə xanəndə səsini açmaq üçün yumurta istəyir. Xudu bəy deyir: "Yumurta səsi açsaydı, toyuğun arxası şahnaz çalardı." Bir gün Xudu bəy məclisdə plov yeyərkən xörək qabından əlinə bir aşıq keçir. Aşığı yuxarı başda oturan mollaya göstərib deyir: "Ağa, bu nədir?" "Aşıqdır." "Göydən İsmail peyğəmbərə qurban gələn qoçun da aşığı vardımı?" Molla: "Yəqin varmış," deyir. Xudu bəy cavabında: "Aşıq ki göydən gəlmiş, bəs niyə aşıq oyununu haram hesab edirsiniz?" deyir. Bir gün Xudu bəy qonşu həyətində ağacdan qoz salıb sındırırmış. Bu əsnada həyət sahibi olan müəllim gəlib çıxır. Xudu bəy özünü itirməyərək deyir: "Müəllim, bəs deyirsən, əzdən dən çıxar." Məsələn, əzxana evdən deməkdir. Müəllimlər bu zərfi qaydaya əzdən çıxar deyərdilər. Sabahdan bəri qozları əzirəm. Heç dən çıxmır. Xudu bəy məclisdə mollaların müfhum məsələlər üstə münaqişə etdiklərini görüb sual verir: "Ağa, niyə xoruz həmişə ayağının birini qarnına çəkir?" Molla cavab verə bilmir. Xudu bəy: "Çünki," deyir, "xoruz ayağının ikisini də qarnına çəksə yıxılar." Şuşa zəriflərindən biri də Səfi bəy olmuş. Səfi bəy uzun papaq, çuxasının qolları arxadan sallaq, ağ bığlı bir qoca idi. 1863-64-cü illərdə Polşada baş vermiş üsyanı yatırmaq üçün Qafqazdan aparılan bəylər arasında Səfi bəy də varmış. Mən görən vaxtlar Səfi bəy həyətinin aşağısındakı dərədə kələm əkərdi. Dərənin bir tərəfində də Ana xanım adlı bir qadın kələm əkər və ortalıqda olan tikan çəpəri irəli itələyir. Səfi bəyin torpağını qəsd elədiyi üçün aralarında həmişə sərhəd davası olardı. Nikolay taxta çıxanda Şuşada divanxana qabağında qoşun rəsmi keçid yapırmış. Bütün generallar və zabitlər rəsmi libasda gəlmişdi. Səfi bəy də uniformasını geyib Polşada aldığı nişanları da döşünə taxıb gedir. Orada köhnə yoldaşlarına rast gəlib birindən "Sən nə olmusan?" deyə soruşur. General mayor. Səfi bəy obirsinə yanaşıb soruşur: "Bəs sən nə olmusan?" "İnfanteriya generalı, piyada generalı." Onlar da Səfi bəyə müraciət edərək "Sən nə olmusan?" deyə soruşduqda Səfi bəy kədərlə deyir: "Mən də dərədə kələm əkirəm. Onun da üstündə gündə Ana xanımla davadır." Səfi bəy mollaya rast gəlir. Molla deyir: "O, Səfi bəy, heç məscidə gəlmirsən, qocalmısan axı. Heç olmasa indi gəlməlisən." Səfi bəy boyun qaçaraq: "Yox," deyir. "İndi geçsəm, Allah deməzmi, a qurumsaq, bəs 90 ildə harada idin?" Bir axşam kənddə Səfi bəy qaçağa rast gəlir. Qaçaq tüfəngini düzəldib deyir: "Tərpənmə." Səfi bəyin əlində bir ağac varmış. Bu da qaranlıqda ağacı tüfəng kimi düzəldib bağırır: "Sən də tərpənmə. Sənlə mənim aramda tərpənən çox pis adamdır." Səfi bəy Alı yüzbaşı ilə qonşu idi. Küçədə iki evin arasında bir səki vardı. Alı yüzbaşı ilə Səfi bəy burada yan-yana oturaraq bütün gün yalan söyləyib əylənərmişlər. Alı yüzbaşı deyir: "Səfi bəy, sən öl, bir keçim vardı, həyətdə saxlardım. Qar yağırdı, qar yağdıqca keçi qarın üstə çıxırdı. Axırda qar o qədər ucalmışdı ki, keçinin buynuzları ülkər ulduzuna dəyirdi." Səfi bəy cavabında: "Alı, sən öl, Ağdamdan gəlirdim. Bir ilana rast gəldim. Yol getdikcə ilan uzanırdı. Şuşaya çatmağa az qalmışdı. Amma sən öl, hələ ilanın başı görükmürdü." Alı yüzbaşı əlini boğazına ataraq: "Səfi bəy, mən ölüm biraz gödəlt," deyir.
Səfi bəy cavabında: "Alı, sən öl. Keçi göydən yerə düşməsə, ilan gödəlməyəcək" deyir. Səfi bəy Varşavadan Çin və nişanla döndükdə bütün şəhər onun ziyarətinə gedir. Alı yüzbaşı da köhnə dostunun görüşünə gəlmiş imiş. Görür ki, Səfi bəy döşək üstə deyil, kürsü üstə oturub. Üstdən aşağı lovğa-lovğa danışır. Alı yüzbaşı Səfi bəyin hərbi libasına baxıb qorxa-qorxa: "Səfi bəy, buna büsatdır" deyə soruşur. Səfi bəy dostuna məhəl qoymayaraq ağız-ucu "Vayinlidir" deyir. Alı yüzbaşı Səfi bəyin lovğalığından pərt olaraq evinə gəlir. Bir eşək tapır. Qırmızı şilə ilə eşəyi bəzəyib darvazanın dalında gözləyir. Səfi bəy evindən dışarı çıxar-çıxmaz Alı yüzbaşı eşəyi itələyib küçəyə salır. Səfi bəy eşəyi süzərək soruşur: "Alı, buna büsatdır." Alı yüzbaşı "Vayinlidir" deyə cavab verir. Səfi bəy məsələni anlayıb Alı yüzbaşı ilə təzədən dost olur. Allahverənli Kalba Şirin də hazır cavablığı və lətifələri ilə məşhur idi. Şuşada Məmiqoca adlı iri gövdəli, yekə bığlı bir adam var idi. Bu, zahirinə baxmayaraq şəhərin ən qorxaq adamlarından idi. Çocuklardan belə qorxardı. Lakin məhərrəmlikdə Aşura günü əlinə qılınc alıb, Şimri və Yezidi hədələyərək zikr deyərdi. Bir gün Kalba Şirin Məmiqocanı belə bir cəngavər vəziyyətdə görür. Məmiqoca qılıncı havada oynadaraq oxuyurmuş. Kərbalada olmadıq, Şümrü Sənani öldürək, para eyləyək, övlad-i Peyğəmbər qanlısı. Kalba Şirin baxıb deyir: "Kül başına Şümür, gör nə günə qalmısan ki, Məmiqoca da səni hədələyir." Kalba Şirinin bu sözləri məsəl olaraq qalmışdır. Bir gün Kalba Şirin birisi ilə sözü çəp gəlir, ikisi də xəncəri çıxarıb hücuma hazırlanır. Birdən Kalba Şirin qarşısındakindən soruşur: "Külfətin varmı?" deyir: "Var." Kalba Şirin cavabında: "Mənimki də var. Xəncəri qoy yanına." Barışıb ayrılırlar. Kalba Şirinin atı uğurlanır. Atı axtara-axtara gedib qala qapısına çıxır. Orada birisinə rast gəlib atının nişanələrini söyləyir, soruşur: "Belə bir at görmədin ki?" "Gördüm. Odur, birisi aparır. Aşağı insən tutarsan." Kalba Şirin: "Atı aparan nətər bir adam idi?" deyir. "Nazik bığ bir adam idi." Kalba Şirin cavabında: "Yekəbığ olsaydı gedərdim. Nazik bığda xata olur" deyib geri qayıdır. Kalba Şirinin bir curu varmış. Həmişə onunla zarafatlaşarmış. Aralarındakı qayda belə imiş. Kalba Şirin zarafata başlayanda curu mütləq cavab verərmiş. Bir gün Kalba Şirin curunun bazar başında faytona minib səfərə çıxdığını görür. Yaxınlaşıb zarafata başlayır. Curu qulaq asıb cavab vermir və faytonu sürdürüb yola çıxır. Kalba Şirin də bir fayton tutub onun dalınca gedir. Gəlib Ağdama çıxırlar. Kalba Şirin yenə yoldaşına yaxınlaşıb cavab istəyir. Müvəffəq olmur. Yoldaşı faytona minib Yevlaxa gedir. Kalba Şirin də onun dalıyca. Yevlaxda da Kalba Şirin cavab ala bilmir. Qatara minib Gəncəyə gedirlər. Gəncədə Kalba Şirin yoldaşı zarafatın cavabını verir. Kalba Şirin: "Ay zalım" deyir. "Bu cavabı Şuşada versəydin, mən də bu qədər bu xərcə düşməzdim." Kalba Şirin gəmidə ziyarətdən dönürmüş. Dənizdə fırtına başlayır. Gəminin təhlükəli vəziyyətini bilən miniklər dua-niyaza başlayırlar. Seyidlərə nəzir vəd edirlər. Kalba Şirin gəminin üstündə laqeyd bir halda gəzirmiş. Cəmaət buna heyrət edib deyir: "Ay Kalba Şirin, gəmi batır. Bir sən də əlini göyə qaldır, dua elə, bəlkə sənin duanı Allah eşidə." Kalba Şirin əlini qaldırıb deyir: "Allah, bizi bu qorxudan qurtar. Bakıya salamat çıxar. Seyidlərə 10 manat verim." Gəmi gəlib Bakıya çıxır. Miniklər kənara çıxan kimi seyidlərə nəzir paylamağa başlayırlar. Kalba Şirin vəd etdiyi nəziri vermir. Yoldaşları səbəbini soruşduqda deyir: "Mən dua eləyəndə Allaha göz vurmuşdum ki, seyidə bir qəpik də verməyəcəm."
Çalbaşirinin ölümü də məzəli olmuş. Xəstəymiş. Onu yoluxmağa bir çox adam gəlmişmiş. Çalbaşirin qonaqlara deyir: "Durun, otaqdan çıxın, yanıma gələn var." Hamı otağı tərk edir. Yarım saatdan sonra dönüb görürlər, ölmüş. Rus-Yapon müharibəsi başlandı. O zamana qədər tanınmayan kiçik Yaponiyanın Böyük Rusiyaya qələbə çalması xalqa böyük təsir bağışlayırdı. Yaponiyanın qələbəsi fənnin və texnikanın əhəmiyyətini göstərirdi. Bunu xalq anlayaraq köhnə söhbətləri buraxıb siyasətə qapılmağa başladı. Yapon müharibəsindən əvvəl bəzi ziyalılara Krımda çıxan tərcüman, İstanbul, qəzet və jurnalları gələrdi. Bir-iki adam da Misirdə nəşr olunan türk qəzeti gətirdirdi. Qafqazda türk mətbuatı yox idi. Çar hakimiyyəti müsayidə etmirdi. Nəhayət, İnqilab hərəkatı nəticəsində Məhəmməd Ağa Şahtaxtinski Tiflisdə gündəlik Şərqi Rus qəzetini çıxarmağa müvəffəq oldu. Şuşada indi ən çox oxunan Şərqi Rusla Bakıda çıxan Rusca Kaspi idi. Kaspidə Əhməd bəy Ağayevlə bərabər başqa türk mühərrirləri də iştirak edirdi. İnqilab hərəkatı getdikcə alovlanır, üsyan və tətil Rusiyanı başdan-başa sarsıdırdı. Məktəbdə gizli olaraq intibahnamələr paylanır, oxuyub coşurduq. Bir gün bir erməni yoldaşın evində iclas oldu. Türklərdən mənimlə Mirhəsən Vəzirov çağırılmışdı. Mirhəsən Vəzirov 1918-ci ildə 26'lar sırasında öldürülmüşdür. Mirhəsənlə Şuşada Fokusnik adlı əllə yazma jurnal çıxarırdıq. Rəsmlərini də mən çəkərdim. Tətil etmək qərarı alındı. O biri gün məktəbdə dərsləri yarımçıq kəsib koridorlara çıxdıq. Marselyoza oxundu. Şur bizi tutub, bir çox da şüşə sındırdıq. Özümüzlə lax yumurtalar gətirmişdik. Konservator müəllimlərin başlarına vurduq. Konservator yəni yeniliyə zidd adam. İnqilab ruhlu müəllimləri hörmətlə müəllimlər otağına apardıq. Tələbələrlə fəna rəftar edənlərin çoxları pəncərələrdən atılıb qaçmışdılar. Sabit Feldfebeldən hərbi Çin, biri mübəssir, baxıcı, nəzarətçi vəzifəsində idi. Bu bizi çubuqla döyərdi. İlk əvvəl onu axtardıq, ələ keçmədi. Buraxıb qaçdığı kürkünü götürüb acığımızdan cırıq-cırıq elədik. Bir bölük soldat gəlib məktəbi dövrəyə almışdı. Buna baxmayaraq miting yapıb tələblərimizi məktəb müdiriyyətinə bildirdik. Tətilə cavab olaraq məktəbi bağladılar. Bu qərardan məmnun qalmayan bəylər və Rus məmurları balalarının tətildə iştirak etmədiklərini irəli sürüb məktəbin açılmasına dair ərizə verdilər. Bizi təkrar məktəbə yığdılar. Bir-bir rəyimizi soruşdular. Yenə tələblərimiz yerinə yetməsə dərsə girişməyəcəyimizi qəti olaraq bildirib məktəbi tərk etdik. Oxumaq istəyən əqəliyyətdə qaldığı üçün məktəbi açmadılar. Buna baxmayaraq bəylər israrlarında davam edir, türklərin çara sadiq olmalarını irəli sürürdülər. Bir gün Qarabağ xanlarına mənsub Cavad Ağa türk tələblərini evinə çağırdı. Ora gedərkən Mirhəsən yolda mənə dedi: "Qapını həmişə Cavad Ağanın oğlu Kikil Ağa açır. Kikil Ağa acıqlı olsa, bil ki Cavad Ağa da bizə qarşı acıqlıdır." Doğrudan da Kikil Ağa acıqlı idi. İçəri girdik. Oradakı ağalar və bəylər də bizi kinlə qarşıladılar. Bir zadəgan mitingi də burada başlandı. Müsəlmanların ənəvi sədaqət və übudiyyət bəndəlik, köləlik, qul olma deməkdir. Padşahın şəfqət və ədalətinə dırnaqarası dair havalar çalıb bizi yolumuzdan daşındırmaq istədilər. Axırda Mirhəsən tətili davam etdirəcəyini qəti olaraq bildirdi. Mən də eyni fikri ifadə edib məclisi tərk etdik. O gündən etibarən bəylər bizə düşmən oldular.